Tələbələrin Qarabağda havayı fəhlə işləməyə göndərilməsi təklifi niyə yanlışdır? Azərbaycanda fəhlənin maaşı onsuz da indi çox aşağıdır. Əmək bazarına hələ bir havayı işçi qüvvə də çıxarsan, onsuz da qəpik quruş qazanan fəhlənin əməyi daha da ucuzlaşar. Ona görə yanlışdır. Hər şeyin bazarı olduğu kimi əməyin də bazarı var. O bazara yayda havayı işləyən tələbəni tök, gör o biri fəhlələr lap ac qalır ya qalmır. Təklifin müəllifi isə Milli Məclisə Füzulililərin və Ağcabədililərin seçdiyi deputat Aqil Abbasdır. O, hakim partiyanın gündəmini daim qidalandıran deputatlardan biridir. Odur ki, əmin ola bilərsiniz. Təklif heç də onun özündən gəlmir. Elə Yeni Azərbaycan Partiyası hökumətinin ictimai rəyi sınamaq, yoxlamaq cəhdidir. Səbəbi isə böhrana girməkdə olan iqtisadiyyatımızdır.